Həqiqətən həyatımda qarşılaşdığım ən məntiqsiz situasiyalardan birini sizə bölüşmək istəyirəm. Səsindən anladığınız kimi xəstələnmişəm. Sağ olsun canım məncərim icazə verdi bu gün evdən işləyim. Qarşına çıxa bilər bu TikTok-a görə nəzarət edirəm. Deməli mən Türk seriallarını çox sevirəm. Yəni ölürəm də Türk serialları üçün. İzləmək mənə zövq verir. Nə bilim qoyum kənarda, orada nə bilim Firdevsin, Matmazel Kapşanda mən qabımı yuyum, işimi görüm, sevirəm. Hal-hazırda yayımlanan seriallardan və izlədiyim seriallardan biri də Qızılcıq Şərbetidir. Bu serialda 3 sezon boyu hər cür şey oldu. Nə bilim kim kimdən oturub düşdü ya da qalxdı bilmirəm necə deyilir o. Kim kimlə xəyanət elədi, münasibət yaşadı. Nə bilim dindar kesimin qeyri-dindar kesimlə bir yerdə olması. Mən onsuz da danışa bilmirəm. Çünki içəri girəndə, yəni temaya girəndə vəbşi biabırçılıq olur. Yəni də hər cür intriqa olub deyək. İndi 3-cü sezonu bitirmişik, 4-cü sezona keçirik və 4-cü sezonda düşünün ki, bir bacı, bir qardaş var. Bu bacı qardaşın spozları, həyat yoldaşları bir-biri ilə münasibətdədirlər və yaxud da münasibətdə olacaqlar da. Xəyanət hekayəsi yazılıb yenə. Və birdən-birə türklər, bu nədir, bu ailə tablosuna, doğrusu ailə adət-ənənələrinə yaraşmayan bir şeydir. Türk xalqı bunu izləyir, bu dizi lap zibilin çıxartdı və s. və axırı izləmək üçün bilmirsiniz, neyniyəsiz. Qardaş, həmin o serialda bir ailə başçısının 2 dənə sevgilisi olub, yəni 2 qadından öz həyat yoldaşına xəyanət eləyib ayrı-ayrı zamanlarda. Hani sən indi cavan uşaqların bir-biri ilə münasibətdə olmasını və cavan uşaqların xəyanət eləməsinə söz deyirsən. Desəm ki, çox normal serial idi belə, necə deyim, xəyanətin xısı yox idi orada. Deyərdim, hə də okey. Adamlar ssenarini dəyişdirdilər. Cidden neçə gündür ssenari necə deyim, şikayət eləyə həm yayından qalxma teması ola bilərdi. Onu eləyə bilmələri elədilər, bilmirəm. Həm də ssenarini dəyişdirdilər. Hal-hazırda 5-ci gün çıxacaq seriya ya yox bilmirəm. Amma ssenarini dəyişdirdilər və çox məntiqsizdir. Əsəbləşirəm. Mən istəyərdim o hekayəni izləmək düzün desəm, çünki aktyorlar bir-birlərinə vizual olaraq heç yaraşmırlar, da aynı biraz heç. Biraz maraqlıdır ki, bəs actingdən necə ortadan qaldıra bilərlər bunu. Nəysə, mən 3 dəqiqə də danışıram sırf bu məsələyə görə. Çox məntiqsizdir. Yox, inşallah bu video türklərin keşfetinə düşər. Düz onda məni də linçləyib, mənim ssenarini dəyişəcəklər.